اللهم صل على فاطمة وأميها وبارك على بنيها والسر المستودع فيها بعدد ما حاط به الموج. اللهم كن وليك صلواتك عليه وعلى في هذه الساعة وفي كل وليا در طلب دیدن یارم من در دو جهان طالب دیدار حسینم عشاق جهان در طلب دیدن یارم من در دو جهان طالب دیداره من تکیه به دیوار و هیچ قطعیت یتممشم من تکیه به دیوار و در کس ننمودم عمریست که در سایه دیواره حسینم سلطان به من کرده قبولم به غلامی آموزم طرفینا شام گریبان خانم ربیعه سلطان به من کرده قبولم به غلامی سردار میاد چاکر درباره سردار میاد چاکر درباره خانم ربیعه حرم نظر آرام جانم شب شام گریبان زهرای 3 ساله خانم رقیه دی. Xanım Rüqəyyə İmam Hüseynin 3 yaşında o çox istəməli balası. Ağa Seyyid-ü-Şühəda bu balanı çox istərdi.
Axərin vidanda da xanım Zeynəbə bu balanı çox tapşırdı. Xas bir əlaqəsi var idi xanım Ruqəyyə. Onlar ki, evlərində qız uşağı vardı, bu sözləri Behdər təhvil alarlar. Xanım Ruqəyyəni Ağa Seyyid-ü-Şühəda evləm çox istərdi, böyüklər yatırdanda da Ağa Seyyid-ü-Şühəda ürəyinin başında yatırdardı. Bu dövrə fəqət Ağa İmam Hüseyin xanım Ruqəyyəni çox istəyərdi. Yox, xanım Ruqəyyə də babasını bətər çox istərdi. Hətta yazırlar ki, babanın da səccadəsini namaz qılan vaxtı xanım Ruqəyyə gəlib pəhin eləyərdi. Xanım Ruqəyyə 3 yaşında Məkkədən Mədiniyə, Mədinədən Kərbəlaya o zamanın misafirətləri ilə həm qafilə oldu Ağa Seyyid-ü-Şühəda ilə. İsarətə getdi, Rahişam oxundu, neçə günlərin içində biz şayət eləyə bildik, fəqət öz həddimiz qədər, dərkimiz qədər dərk eləyək xanım Ruqəyyənin müsibətləri. Gəldilər belənçi güllər xərabi Şamda qaldı. Xərabi Şam yəni mənə, hara deyirlər xərabi Şam? Maviye məlun qaxın ki tikdi, istəydi qaxın vəsət verə, böygəldə. Tamam ətraf evləri aldı. Bir dənə orada pirizən var idi, evin satmadı. Dedi, mən maviye ev satmaram. Müxalif idi maviye ilə. Həmin ev xərabə qaldı ki, vaxtı karvan o səra gəldilər Şamə tərəf, orada yer verdilər. Bir həddə xərabə vəzi nigaran konəndə idi ki, müxəddərat, hərəmlər dedilər ki, ağa, bu dedi, burada əmdən saxlayıblar ki, bir divarlar uça dökülə bizim başımıza, elə biz burada dünyadan gedək. Xərabə Şamı ki, günüzün istisindən əmanda dör, gecələr Şamın soğuğundan əmanda dör. Fəqət bir yerdir ki, o səranı yığıblar, orada saxlayıblar. Xərabə Şamı ki, o səranı cəm elədilər, şikəncə verməyə. Beqol özləri Əhl-i Beytin abirusunu aparmağa. Əzizlər, Xərabə Şamda yazırlar ki, 18 dənə uşaq var idi, oğlan və qız, 18 dənə uşaq. Ay bu gecə xanım Ruqəyyə azadar olanlar, ay sofraya xanım Ruqəyyə açana, mən bunları deyə özümü tanıyam, xəcalət çəkiyəm Əhl-i Beytdən. Yazırlar Xərabə Şamıda xanım Zeynəb salamullah əleyha bir para çörəyi bilməydi neçə dənə uşağın arasında belə. Uşaqların biri su istəydi, birinin soğuğudur, birinin istisidir, 18 dənə Əhl-i Beyt bolası. Günlərin biri, uşaqların biri ərz elədi, əmmə susuzam, mənə biraz su verəsən. Elə bunu deyəndə bir dənə xanım Xərabənin qabağından keçəydi. Dedi, ay o səra, icazə ver söz. Uşağı istəyəm, özüm sirab edəyəm. Çün məhəbbət eləmək uşağa, ehtiram eləmək uşağa çox məhəbbət gətirər, çox savabı var Allahın yanında. Mənim də ürəyimdə bir hacətim vardı. İstəyəm bu uşağa su verməklə hacət rəva olam. Xanım Zeynəb burada sənin hacətin nədir? O xanım dedi, mən Mədinədə olanda xanım Fatimi Zəhra salamullah əleyhanın şagirdlərindən idim, kənizlərindən idim, nökərçilik eləmişəm o qapıda. Çoxdandır xanım Fatimi Zəhradan, balalazından, Hüseynindən, Zeynəbindən xəbərim yoxdur. İstəyəm bu uşağa biraz su verəm, xanım Zeynəbin qabağındadır, istəyəm bu uşağa biraz su verəm. Allah bəlkə mənə bir inayət elədi. Ağam Seyyid-ü-Şühədadan, Hüseynindən mənə xəbər gəldi. Xanım Zeynəb bunu eşitsəyin, başın qalxızdı o qəribiyə dedi, mən o həyalı Zeynəbəm ki dəbi nübüvvətəm, Fatih o Bədr o Xeybərin doktor binəziriyəm, Şamidə qalmışam hələ, kərb o bəla səfiriyəm, kimdir məni əsir edə, mən o başın əsiriyəm. Dedi, sən niyyət elədin bu uşağa su verəsən, Hüseynindən xəbərləsən, o neyvə başında qalan yaralı başlar Hüseynin başıdır. Bu balalar da Hüseynin başıdır. Hər gün Dəməşqin adamları gəlirdilər bu balalara, o səralara baxıb gedirdilər. Deyirlər ki, xarici gəlibdir, bunlara tamaşa eləməyə gəlirdilər. Canım sənə qurban xanım Ruqəyyə, atam, anam sənə qurban xanım Ruqəyyə.
Birdən dedi, əmmə bu mərdum gəlib baxıb bizi tamaşa eləyib gedirlər. Bunlar hara gedirlər? Buyurdu Ruqəyyəm balam, gedirlər evlərinə. Görərsən uşaqla bir uzaq misafirətə gedəndə uşaq bir darıxar. Deyər, haçan qayıdacaq evə? Gedib əsbabazlarımla oynayım, yoldaşlarımla oynayım. Xanım Ruqəyyə dedi, əmmə, bizim evimiz yoxdur. Buyurdu, qızım, bala, bizim də evimiz var, amma Mədinədədir. İnşallah qayıtsıq, gedərsiniz evə. Aman qəribliq əlindən, aman yetimlik əlindən. Elə bəhanə eləyərdi, babasını soruşardı. Deyərdi, əmmə, bəs babam hayanla qaldı, niyə gəlmədi? Xanım Zeynəb buyurardı, qızım, baban gedib səfərə. Deyərdi, neynək? Deyərdi, əmmə, bəs əmum Qəmərə Bəni Haşim hayanda qaldı. Dedi, əmum, özün bilirsən də, qızım, baban İmam Hüseyin hər yana girsə, əmun Əbəlfəzl onun kənarındadır. Dedi, neynək? Sonra deyərdi, əmmə, bəs qardaşım Əli Əkbər hayanda qaldı. Dedi, qızım, görübsən babam bir yerə gedə, qardaşın Əli Əkbər yaparmı? Deyərdi, neynək? Uşaqdır da, bəhanə gəzək. Ay aşiqanə xanım Ruqəyyə birdən dedi, əmmə, bəs qardaşım Əli Əsqər hayandadır? Əmməsi cavab verməmişdən öz-özünə zəmzəmə eləyərdi. Əgər əmməm deyə gedib misafirətə qəbul eləməyəcəyəm. Çünki qardaşım Əli Əsqər hər yana geçsə misafirətə, gərək anam Rubağı da özü ilə aparar. Bəs anam Rubab getməsə qardaşım Əli Əsqər gedəməz. Aşiqanə xanım Ruqəyyə, ay hacəti olanlar, bunu deyim, bir xətrozə təhvil verim əzizlərimə. Xanım Ruqəyyə Babul Həvaicədir. 3 sinni vardı, amma böyük izzəti vardı Allahın yanında. Çoxlu hacətlər alıblar, çoxlu niyyətlər alıblar, çoxlar olad alıblar, çoxlar ev sahibi olublar, çoxlar sərətanı şəfa tapıblar.